أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم محمد اللهم صل على محمد وآل محمد وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين آمين. Az kardeşler, ümumiyyətlə bugün moizə günü değil. Moizə yani bir 10 dəqiqə, 15 dəqiqə olar. İnşallah sizin değerli vaxtınızı alacağıq. Bugün ağlamaq günüdür. Bugün sinə vurmaq günüdür. Bu elə bir müsibətdir ki, ta qiyamətə qədər davam eləyəcəkdir. Nə qədər çalışsalar bunun qarşısını alalar, faydası yoxdur. Dünya yığıla, dünya yığıla. İstəyələr bunun qarşısını alalar, mümkün deyil. O kəslər ki, çalışırlar, Aşura məktəbini aradan aparsınlar, Allah and olsun mümkün deyil, qeyri-mümkündür. Amma Aşura məktəbinin hər bir zamana olduğu kimi bizim zamanımıza da və bizlərə də bir mesajı vardır. Mən çox danışmayacağım. Saatlarla, günlərlə danışmaq olar. Amma istəyirəm biz də bu günlərdə ki, sinə vurduq, ağladıq. Bundan indi bugünkü çıxıb gedəcəyik evimizə, eşiyimizə bir o mesajı özümüzlə aparaq, bir nəticə çıxaraq gedək evimizə. Ta elə əşi, Mühərrəm ayının birindən onuna sinə vurdum, vəzifəmi yerinə yetirdim olmasın. Və ona görə ümumiyyətlə minbər elə bir yerdir ki, orada ya Qurandan danışırlar, ya məsumlardan nəsə danışırlar və alimlərimizin də təfsirlərindən deyirlər. Minbər belə bir yerdir. Ona görə bugün burada danışılan ən dəyərli söz hesab eləyirəm ki, Sərvər-i Kərbəlanın, yəni İmam Hüseyin əleyhissalamın mesajlarıdır. İmam Hüseyin əleyhissalamın sözləridir. Onu deyib sözümü tamamlayacağım. Əvvəla bunu demək istəyirəm. Biz imamdan sual eləyirik. Ya imam, sənin bu qiyamə eləməkdə məqsədin nədir? Bugünkü müxtəlif hər cür böhtanlar atmağa çalışırlar İmam Hüseyin əleyhissalama. İstəyirəm buna İmam Hüseyin əleyhissalamın öz dili ilə cavab verəm. O kəslər ki, cürbəcür mənalar, batil mənalar, batil yozumlar veriblər İmam Hüseyin əleyhissalamın kəlamına. Mən istəyirəm o batil sözləri bugün batilə çıxardam. Onlardan biri budur. İmam Hüseyin əleyhissalamın qiyamı nədir? Nə üçün qiyam eləyibdir? İmam özü buyurur. İnni ləm əxruc əşiran və lə batiran və lə mufsidən və lə zaliman. Mən ki bu qiyamı eləyirəm, İmam Hüseyin əleyhissalam ancaq öz günü üçün demir. Tarixə bir mesaj göndərir. Bunu demək istəyir. Deyir ki, mən ki bugün qiyam eləyirəm, nə hakimiyyət üçün qiyam eləmirəm, nə zülm eləmək üçün qiyam eləmirəm, nə fəsad törətmək üçün qiyam eləmirəm. Və innəmə xarəctu li tələbi islahi fi ümməti cəddi. Amma istəyirsiniz, biləsiniz, mən nə üçün qiyam eləmişəm və qiyam eləyirəm? Mən görürəm İslam ümməti cəddim Peyğəmbərin gətirdiyi dindən çıxıblar. Din şəklini dəyişib. Dinin ancaq bir şəkli qalıb, əsli aradan gedibdir.
Yezid kimi Allah lənət eləsin nanəcib, taxta Peyğəmbər minbərinə meymun çıxardıb. İçki içir, şərab içir. Deyir ki, əgər Peyğəmbərin dini İslam içkini haram buyurursa, mən İsa əleyhissalamın, mən İsa'nın ayini ilə, yəni dini ilə içkini halal eləyirəm. Peyğəmbərin gətirdiyi dini aradan aparmaq istəyir, din aradan gedir. Ümmət də ona doğru gedir. Ümmət də baxırlar Yezidə, deyirlər müsəlmanların xəlifəsidir. Elə bu düz eləyir. Onun arxasından gedirlər. Mədinədən Məkkiyə Kərbala hadisəsi baş verəndən sonra nümayəndələr göndərirlər ki, gedin görün. Şama daha doğrusu üzr istəyirəm, nələr baş verir. Gəlirlər 2 ay Şamda qalırlar. Qaydanda deyirlər ki, nəticə olaraq nümayəndələr. Deyirlər ki, biz ki Şamda o müddət idi ki qalırdıq, düşünürdük ki, hər gün bunu düşünürdük ki, Allah bizim başımıza daş yağdırar. O cür Şam əhalisi dindən çıxmışdılar. İmam Hüseyin əleyhissalamın mesajını anladıq, bildik nə üçün qiyam eləyir. Ümmət o şəkli dəyişmiş İslam'a doğru gedirlər. Peyğəmbər gətirdiyi əsli İslamın arxasından getmirlər. Zamanımızda da baş verir bu hadisələr. Qardaşlar, çox məmləkətlərdə, çox yerlərdə ayıq olaq. Aşura məktəbini aradan aparmaq istəyirlər. Kərbala məktəbini aradan aparmaq istəyirlər. İmam Hüseyin əleyhissalamı səhv çıxarmağa çalışan lənətullahlar var. Ki İmam Hüseyin əleyhissalam Yezid düzüydü, İmam Hüseyin əleyhissalam ona qarşı qiyam eləməkdə səhv elədi, günah elədi deyənlər var. Allah lənət eləsin bu cür şəxslərə. Amma ikinci bir mesaj da var. Buyurur, İnnən nəsə abidud dünya. Niyə gedirlər? İnsanlar dindən adətən niyə çıxırlar? Niyə asanlıqla o batil tərəfə gedirlər? İmam Hüseyin əleyhissalam bunu çatdırır. Deyir, İnnən nəsə abidud dünya. Həqiqətən insanlar dünyanın qullarıdırlar. Yahutunehu əd-dinu la'iqun alə əlsinətihim. Din ancaq onların dillərindədir. Yəni deyirlər, danışırlar, ay din belə getdi, ay İslam belə gəldi. Ancaq dillərindədir. Yahutunehu mə dərrat məişəhu. Dinlərindən öz məişətlərini təmin eləmək üçün istifadə edirlər. Çalışır, ancaq öz məişətini təmin eləsin, istifadə edir dinindən. Belə hadisələr çox baş verir, günümüzdə də görübsünüz özünüz. Hətta bir dənə belə sıravi adam da gəlib məscidə, sənət düzəldir, amma adından özünü o qədər dindar göstərir ki, deyərsən ki, bundan o ifadə var, ətəyində namaz qılmaq olar, o cür adamdır. Amma bir də eşidirsən ki, nə qədər adamdan pul yığıb qaçıb. Belə insanlar çoxdur. Namaz qılmaq göstərici deyil. Oruç tutmaq göstərici deyil. Əgər göstərici olsaydı, xəvaricdən mütədəyyin, dindar adamlar olmazdı. Xəvaricdən. Gecələri namaz qılardılar, gün ortaları oruç tutardılar və hafizi Quran idi çoxu. Amma gəldilər öz imamlarına qarşı qiyam elədilər. Əleyhissalama qarşı qiyam elədilər və özlərindən olan, Allah lənət eləsin, Əbdürrəhman ibn Mülcəm Muradi
ki xəvaricdən idi, gəldi Əleyhisselamın qatilinə çevrildi. Bu cür insanlar var idi. Nə namaz göstərici deyil, nə oruç tutmaq göstərici deyil, göstərici əməldir, əməl. İnsanın əməlinə baxmaq lazımdır, namazına yox. Aldanmayaq bu cür şəxslərə. Ola bilər gözəl danışır. Hətta minbərlərdən gözəl danışanlar var. Gözəl danışır, gözəl xütbə eləyir, gözəl moizə eləyir, dil pərgarıdır. Amma əmələ gələndə özünü göstərəcəkdir. Görəcəksən nə cür insandır. Əmələ diqqət eləyək. Qardaşlar, axırıncı mesajı da deyib, inşallah sözümü tamamlayıram. Axırıncı mesaj da bilirsiniz nədir? İmam Hüseyin Əleyhisselam buyurur. Mithli la yubayi'u mithlə Yazid. Bax, ən axırıncı mesaj ki, biz evimizə aparmalıyıq, özümüzdən budur, əzizlər. İmam Hüseyin Əleyhisselam buyurur, mənim kimilər, demirəm mən, deyir, mənim kimilər, məni kimi olanlar, Yezid kimi olanlara beyət eləməzlər, heç vaxt, ta qiyamətə qədər. Nə qədər dünya dəyişir, dəyişsin. Mənim kimilər, Yezid kimilərə beyət eləməzlər. Sual eləyirəm, biz İmam Hüseyin Əleyhisselam kimi varıq ya yox? Əgər bu məclisə yığılmışıqsa, deməli biz çalışırıq İmam Hüseyin Əleyhisselam kimi olaq. Belədir, belə deyil. Əgər biz çalışırıqsa İmam Hüseyin Əleyhisselam kimi olaq, Yezid kimilərə qardaşlar beyət eləməyək. Harda oluruq, olaq. Bəzi zaman təqiyyə də eləmək olur. İmam Sadiq Əleyhisselam buyurur, təqiyyəsi olmayanın imanı olmaz. Zaman var, orada təqiyyə eləmək vacib olar. Müsəlmanın nə qədər ki malı, canı təhlükədədir, malı və canı təhlükədədir, canı təhlükədədir, malını verəcək, canını qurtaracaqdır. Malını verəcək, canını qurtaracaq. Amma bir dənə zaman var ki, İmam Hüseyin Əleyhisselamın zamanı o zamandır və tarixdə müxtəlif vaxtlarda bu cür zamanlar olub. Dinin aradan getmək təhlükəsi yaranıbdır. Fərq eləməz harda olur olsun. O yerdə ki, dinin aradan getməsi təhlükəsi yaranıb, canını verəcəksən, malını verəcəksən, nə edəcəksən? Dinini qurtaracaqsan. O halda artıq malımı verim, canımı qurtarım deyil. Əli Əleyhisselam buyurur, əgər bir yerdə bir zülüm görsəniz, əsl müsəlmandan danışır, əsl müsəlman odur, əgər bir yerdə bir zülüm görsə, bacarırsa əli ilə, onu bacarmırsa dili ilə, yəni Meysam Təmmar eşidibsiz də, Əli Əleyhisselamın ən yaxın səhabələrindən biri idi. Əli Əleyhisselam ona bir ağac göstərdi, dedi, səni burada dara çəkəcəklər və dilini boğazından kəsib çıxardacaqlar. Bir xurma satan sadə bir adam idi, əməkçil bir adam idi. Onun bir qüdrəti yox idi. Əli Əleyhisselamın buyurduğu kimi əli ilə neynəsin? Zamanın zalımına qarşı neynəsin? Mübarizə aparsın. Yox idi da bir əlində nə ordusu var idi, nə silahı var idi, geçsin bu işi görsün. Amma neynədir? O qədər danışdı, axırda dara çəkdirdilər onu. Amma dedi ki, Əli Əleyhisselam mənə xəbər veribdir ki, mənim dilimi boğazımdan çıxardacaqlar, onu eləmədilər ki, Əli Əleyhisselamın sözü yalan çıxsın. Dar ağacında o qədər yenə danışdı, axırda bezdilər, dedilər onun səsini kəsin, dilini boğazından çəkin, çıxardın. O cürdə oldu. Bacarırsa əli ilə, bacarmırsa dili ilə,
və onu da bacarmırsa, ən azı qəlbi ilə ona etiraz eləsin, qardaşlar, qəlbi ilə. Ən azı qəlbimizlə bilək ki, İmam Hüseyin əleyhissalamın məktəbi düzdür. Əks tərəf hamısı batildir. Allah'a ant verirəm İzzət-i Cəlalına, ismi azamına, Kərbəla şəhidlərinin tökülən qanına. Bizi İmam Hüseyin əleyhissalamın həqiqi səhabələrindən, tərəfdarlarından, şiyələrindən qərar versin inşallah. Allah'ı ant verək, adını çəkdiklərimiz haqqına, bu cəm ki, bura cəm olublar, nə hacətləri var, tezliklə bərqərar eləsin inşallah. Xəstələrimiz var, xəstələrimizə, nəzərdə olan xəstələrimizə şifayı acil inayət eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.